Demek dostlar, salam vaxtınız xeyir olsun. Hacıqabulun nə kəndi? Muğan kəndi. Hacıqabulun Talış kəndidir. Yəni qardaş əgin tanış gələr. Keçən və qardaşın xalas birisi oğluna aparat gətirmişdik. Gəldik həmin bu yerdə çəkiliş elədik. Qardaş öz aparat yedirmiş burada, effekt vermirdi. Aparat dəmiri bıçağı bizdəndir, motoru qardaş özü verdi. Aparatın üstündən çıxartdık, biz öz bildiyimiz kimi aparat yırdık, çəkdik. At, çoxumuz kürgüzdür. At geçsin. At, köy at, at, at. At. ...225, 228, 229, 231. Üstüne de koymuşuk. Üstüne de balaca araya koymuşuk. Bak bu araya koymuşuk. Yani siz bundan da böyle araya koysanız biraz böyle gelecek, tozla az eləyəcək. Kenardan çəkin. Qaqa nə tər çəkir? Əladır. Bundan qabaq aparat yığdırmışdım. Belə işləyirdi. Belə işləyə bilər. İş budur, keyfiyyət budur. Klientlərə məsləhətin. Kimdən alsınlar? Ha? Öpürəm. Öpürəm qardaş, var ol. Başa dönüm, sağ ol. Qardaşlar, baxın, yaxından çəkiləm. Bu da güzel əydi. Balaca əydi, güzel əyindən. Tokumuz da 241, Nagurska'da 229'a düşür. Süper, əjdaha. Motoru qardaş öz verdi, effekt vermədi, aparatımıza çarpdıq, qalan bir şey özümüzdən yığmışıq. Xeyir olsun qardaş. İş budur, keyfiyyət budur. Xeyir olsun, sağ ol. Kimə lazım olsa əlaqə saxlayın. Bütün bölgələrə çatdırma qoşulan pulsuzdur öz aparatlarımız və kimdəsə aparat varsa, effekt vermirsə, motor üstünə varsa, motorun versin, qalan bir şey bizdən yığaq, belə süper effekt aparat verək, işlədin. Allah hər kəsin xeyri versin, bizlər də onun içində. Həqiqi gözəl qardaşdır, dəyəri qardaşdır. Allah belə səmimi qardaşları həmişə var eləsin, uca eləsin. Öpürəm qardaş. Xeyrinə. Sağ ol. Sağ ol.